Əməkdaşımız Mürvət Zalikoğlu çox dərin və maraqlı bir araşdırma apardı. Sən demə, bəzən evini kiraya vermək və ya satmaq üçün evinin açarını maklerə təqdim edən şəxslər həmin evin həmin müddət ərzində, yəni satışa və ya kiraya qoyulduğu müddətdə əslində əxlaqsızlıq yuvasına çevrildiyindən xəbərsiz olur. Maklerlərdən biri ilə söhbət zamanı Mürvət Zalikoğlu bir çox faktları üzə çıxardı. Mənzili əxlaqsızlıq yuvasına çevirənləri hansı cəza gözləyir? Bu işlərə görə pul cəriməsi tətbiq ediləcək. İndi isə Mürvət danışacaq. Fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvaları təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri verməyə görə yeni cərimələr müəyyən edilib. Cinayət Məcəlləsinə edilən dəyişikliyə əsasən bu əməlləri törədən şəxslərə qarşı 2500 manatdan 3500 manata qədər miqdarında cərimə müəyyən edilir. Bundan əvvəl Cinayət Məcəlləsində bu əmələ görə pul cəriməsi nəzərdə tutulmurdu. Bəlkə də elə bunun nəticəsidir ki, bugün mənzilini və yaxud müəyyən bir obyekti əxlaqsızlıq yuvasına çevirənlər az deyil. Biz də çəkiliş qrupu ilə birlikdə belə əxlaqsız yuvalardan birində olduq. Özümüzü müştəri kimi təqdim etdik. Bu da bizim aramızda olan diyaloq. 35 manat. 35 manat. Qiymət mən 4-dən sonra gələn sesim böyük olurlar. Olur, dedim gəlir. Sən demə bunların da iş vaxtı var imiş. Saat 3-də gəldiyimizə görə seçimin az olduğunu bildirdilər və məsləhət gördülər ki, saat 4-dən sonra gərək. Amma bizim bura bir daha gəlmək fikrimiz yoxdur. Və bu mövzu davam edəcək. Əməkdaşımız Mürvət Zalikoğlu mövzunu davam etdirdi. Az sonra həmin mövzuya, həmin reportaja yenidən qayıdacağıq. Satışa çıxarılan və ya kirayəyə çıxarılan mənzili, başqasının mənzilini saat hesabına əxlaqsızlıq yuvasına çevirən maklerləri bir qədər sonra, daha doğrusu indi əməkdaşımız Mürvətin reportajında tanıyacaqsınız. Bura Neftçilər metrosunun yanındakı kirayə mənzil bazarıdır. Hazırda bazarın ən gəlirli müştəriləri evli kişilərdir. Bu şəxslər gözdən uzaq, sevgililəri ilə gizli görüş üçün ev kirayələyirlər. Elə realtorlar var ki, başqasının evini özünün xəbəri olmadan saatı 20, 30, 50 manata kiraya verirlər. Sizdə evlər olurmu məsəl üçün? Yarı günlü, bir günlü? Kimə söyləyirəm? 24 saat sənin ixtiyarındadır. Açarı verim, get kimlə. Qiymət nə qədərdir? 50 manat. Mən bir aylıq istəmirəm, mən bir gün istəyirəm. Mən 50 manat verəmsə, bilməliyəm ki, təhlükəsiz olsun da, yəni ki. Sən tərəfdən gəlməzsən, mən tərəfdən gəlməz. Evin şəraiti necədir? Super. Tutaq ki, mən ora bir xanımla gəldim. Yəni ki, Xanım sevinərik. Açarı mən verirəm da, ev yiyəsini alırım. ev haradadır? Qara evdə. Yer pulum var dibində. Dedim, gəl, maşına götürüm. Ha, get. Bu vaxta qədər belə əxlaqsızlıq yuvaları təşkil edənlər, saxlayanlar və ya bu məqsədlər üçün mənzil sahələri verənlər 400 saatdan 480 saatədək ictimai işlər və ya 2 ilədək müddətə islah işləri, yaxud da 3 ilədək müddətdə azadlıqdan məhrum etmə ilə cəzalandırılırdı. Lakin yeni dəyişikliyə əsasən qeyd olunan cəzalarla yanaşı pul cəriməsi də tətbiq ediləcək. Cərimə cəzalarının tətbiq edilməsi mən hesab edirəm ki, həm vətəndaşların hüquqlarının, pozulmuş hüquqlarının qarşısını alar, həm ictimai mənafiyə xeyir gətirər, həm də dövlət büdcəsinə xeyir gətirər. Azadlıqdan məhrum etmə ilə cəzalandırılmadan qorxmayan belə insanların pul cəriməsindən qorxub qorxmayacağını isə zaman göstərəcək. Xəyal Orucoğlu, Mürvət Zalikoğlu, Elgün Hümbətov, Space.